Tam bir lezzet bombası olan yumuşaq şokoladlı bir keks resepti paylaşacağım sizlerle. Yumurta ve şeker tozu birbirine karıştırılır. Üzerine 100 gram şokolad yağı əlavə olunur. Şokolad yağı tam qarışdıqdan sonra qatıq əlavə olunur. 200 ml qatıqdır. 1 xuruşlar stəkanı qədər ölçüsü ilə. Daha sonra 100 ml duru yağ, un, qabartma, vanil və kakao əlavə olunur. 1 stəkan yarım un, 2 xörək qaşığı kakao, 1 paket vanil və 1 paket qabartma tozu istifadə etdim. Tək bir kütlə halına gələnə qədər qarışdırılır. İçərisində heç bir un topanının qalmamasına diqqət edin. Sobanı öncədən 170 dərəcə isitmişdim. Həmçinin qabıda içərisinə az miqdarda yağ əlavə edirəm. Daha sonra hazırladığım xəmiri içərisinə əlavə edirəm. Daha sonra sobaya bişməyə göndərilir. Sobadan çıxdıqdan və biraz soğuduqdan sonra artıq qabdan çıxardıram. Üzerini bu formada şokoladla bəzəmək istədim. Və istəsəniz sadə halı ilə də saxlaya bilərsiniz. Sadəcə biraz şokolad yağı da üzərinə əlavə etmək istədim. Bişirəcək olan hər kəsə indidən nuş olsun. Bəyəndinizsə bəyən düyməsinə basmağı, kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın.